Hər kəsə salam. Yaz günlərinin əvəz olunmaz desertlərindən olan Magnolia ilə qarşınızdayam. İsti günlərdə buz kimi dondurma dadı verən bu deserti əminəm ki, hazırlamayan xanım yoxdur. Mən bu dəfə Magnolia'nı bananlı pudingdən hazırladım və marketlərdə satılmış hazır pudingdən istifadə etdim. Bir dahaki səfərində isə ev şəraitində hazırlanmış pudingdən istifadə edəcəm. Bu dəfə qaymaq istifadə etmədim. Daha yüngül mədəni yormasın deyə qaymaq vurmadım, amma inanın qaymaq vurulmuş qədər dadlı idi. Bananlı pudingin yanına yaraşacaq sezon meyvələrindən çiyələkdən istifadə etdim. Az vaxtda hazırlanacaq, ən çox 1 saat vaxtınızı alacaq bu deserti axşamdan hazırlayıb soyuducunun aşağı gözünə qoya bilərsiniz. Reseptini isə növbəti videolarımda geniş şəkildə sizlərə çəkəcəm və ev şəraitində puding necə hazırlanır, onu da sizə göstərəcəm. Siz də hazırlayın, əminəm çox bəyənəcəksiniz. İsti yay günlərinin keyfini sərin Magnolia ilə çıxardın. Videomu bəyənib kayd etməyi də unutmayın.